Hakimiyyət nə deməkdir? Hakimiyyət informasiya deməkdir birinci növbədə. Onların hansı informasiya sahib olduğu barədə hətta hakimiyyətin bir qolunda Milli Məclisdə təmsil olunan insan kimi mənim də məlumatım yoxdur. Yəni ki, hansı informasiyalara sahibdirlər? Və biz Qarabağ savaşında da gördük, arxa planda hansı diplomatik mübarizələr getdi, hansı dövlətlə hansı sövdələşmələr oldu, hansı dəstəyi hərbi ya başqa mənada biz bildiyimizdən də artıq əldə eləmişik. Bunlar haqqında geniş bilgimiz yoxdur. Biz vizual olaraq nəyi görmüşük? Fazıl bəy sözünün qüvvəti. Yəni sadəcə illüstrasiya eləmək üçün. Diqqət edirsiniz, 2 aydır cəmiyyət çalxanır bu məsələ ətrafında. Həqiqətən prioritet bir məsələyə çevrilir. Dövlət başçısı Prezident İlham Əliyev hələ bir dəfə də olsun məsələyə münasibət bildirir. Bildirməlidir ümumiyyətlə belə situasiyada mütləq. İcazə verin. Bu sadəcə bir hüquqi sürəc olsa, deyilə bilər ki, siyasət buna müdaxilə edir, yönləndirir və s. O baxımdan məqsədə uyğun deyil. Lakin məsələ o qədər dərinə gedib ki, açıqcası. Bilirsiniz necədir? Fazıl bəy hüquqşünasdır, məndən daha yaxşı bu məsələləri bilir. 274 və 278-ci maddələr ki, Ramiz Mehdiyeva qarşı olub və 278-ci maddədə deyilənə görə rəsmi biz informasiyanı bilmirik. Əli Kərimliyə qarşı irəli sürülüb bu ittiham, bu maddəyə. Bilirsiniz, əlbəttə ki, bu hüquqi cinayət xarakterli kimi Azərbaycan qanunvericiliyində dəyərləndirilən məsələlərdir. Lakin çox az maddələri var ki, onların həm də siyasi məzmunu var. Hökumət olmaqdan söhbət getmir və ya zorla çağırılmadı. Bu siyasi məsələdir. Əlbəttə, siyasi məzmunu var. Yəni o baxımdan bunu digər başqa məsələlərdən bir qədər fərqləndirmək lazım. Nəyə görə deyirəm? Diqqətlə. 2. Nəinki birinci şəxs buna münasib. Respublika prokuroru, hətta Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, istintaq rəisi, hətta vəkillər belə. O da təsadüfi deyil mənim fikrimcə. Bu məsələyə münasibət 2 ayda davam eləyəmir. Bunu da gərək nəzərə alaq. Üçüncü bir məsələ. Məsələn, diqqət elədinizsə, yox, mən Fazıl bəy hüquqşünasdır bu məsələlərdə aydınlıq gətirərdə. Məsələn, diqqət eləyin, Ramiz Mehdiyeva qarşı 2 maddənin rədd edildiyi deyilir. 278. 3 məncə. Yox, hələlik 2, 3 Dövlət çevrilişi, dövlətə xəyanət və rəsmi yoxdur. Rəsmi olaraq. Deyilən 2-dir. Rəsmi 2-dir. Amma Əli Kərimliyə qarşı 274-cü maddə irəli sürülmədiyi deyilir. Hər halda olsaydı, vəkillər bildirərdi. 274-cü maddə bilirsiniz, o üçüncü bir tərəfi etiva edir, xarici tərəfi. Deməli, üçüncü tərəfə əgər bugünə istintaq tərəfi Əli Kərimliyə qarşı irəli sürməyibsə, deməli hələ mötəbər, əsaslı dəlillər, sübutlar yoxdur ki, Rusiya ilə əlaqələr məsələsi. Elə isə intriqa məsələsinə gəlirlər. Elə isə hər şeyi bir tərəfə buraxaraq, Xalq Cəbhəsi, Milli Şura, demək, milyarderlər İttifaqı məsələsinin önə çıxarılması bu Əli Kərimlinin istintaqı ilə onun işi ilə bağlı məsələlərdə intriqa deyil, nədir? Bax, mənim, yəni bu və başqa bu cür məsələləri deyirlər. Nəzərə almaqla Məncə bunlar bir intriqa kimi bizim məhdudlaşdırması doğru deyil. Prezidentin də məsələ ilə bağlı münasibəti ayrı-ayrı imzalanan sənədlərdə özünü göstərir. Təhlükəsizlik Şurası üzvlüyündən azad etmə filan. Sərəncamlarda bunu göstərir ki, yəni artıq tamamilə bu şəxsin siyasi elitada hansısa formal bir mövqedə olması, adının belə getməsi məqbul sayılmır. Qaldı intriqa məsələsinə. Bilirsiniz, burada siz doğru qeyd elədiniz ki, xarici qolunun aşkara çıxarılması. Bu xarici qol mən sizə birinci niyə söylədim ki, məsələn, cənub qonşumuz tərəfindən dəstəklənmə. Ardınca Avropa qurumları tərəfindən də. Avropa qurumlarını biz Avropa Şurası Parlament Assambleyasının üzvü kimi nəyi müşahidə elədik? Avropa Şurasında ən ağırlıqlı mövqe Rusiya mövqeyidir. Rusiya orada istənilən məsələni boykot etdirə bilirdi və sonra gələn Azərbaycana qarşı çıxış eləyən, Azərbaycana qarşı sərt mövqe tutan o Şröderdən tutmuş başqalarına qədər hamısı Gazpromla bağlı idi. Və bu bir sıra dövlətlərin təmsilçiləri də Gazprom xətti ilə maliyyələşən şəxslərdir. İndi Avropa hələ bütövlükdə bir qərb demokratiyasının təmsilçisi deyil, Rusiya sisteminin həm də bəlli bir keçmişdən bağlı olan bir uzantısıdır. Hətta bu günləri görürsünüz, Amerika prezidenti ilə də bağlı bu ittihamlar, iradlar səslənir. Və söhbət mən düşündüyüm məsələ nədir? İndi ciddi bir şeylər olmasa dövlət bu qədər sadə bir məsələdir. Ölkə güclüdür, dövlət güclüdür.
İndi müəyyən sıxıntılarımız var. Neftimiz azalıb. Deyək ki, qeyri-neft sektorunda müəyyən hələ transformasiya məsələlərində çətinliklər var. Çıxıb. Subyektiv iradə. Liderlər arasında olan subyektiv dəyərləndirmələr çox vaxt proseslərin əsas leytmotivini təşkil edir. Prioritet subyektiv amildir, qəbul edirlər. Bu münasibətlərdə liderlərin durumuna görə də qərar qəbul etmə məsələsi olur. Məsələn, deyək ki, artıq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti ya Konqresin nə düşünəcəyi üzərində fikirləşmirsən, daha çox fikirləşsən ki, Trump bu məsələyə reaksiyası necə olacaq? Ya Putinin reaksiyası, artıq sən Putinin hansısa Federasiya Şurasının deyək ki, qərarının ya bu baxışının necə olacağını düşünmürsən. Putinlə şəxsi münasibətlər sferasında məsələyə baxılır. İndinin özündə bir Ukrayna məsələsi, Ukrayna bizdən güclü bir dövlət, amma elə şeylər var ki, artıq ərazisini əlindən almaq üçün Amerika, Rusiya hər tərəfdən böyük bir baskı altındadır. Avropada dəstək verə bilmir. Və bunun müqabilində biz özümüzü tərəzin bu biri gözündə Ukrayna ilə müqayisədə qoymağımız daha doğrudur ki, biz gələcəkdə bəndi bərəni möhkəmlətməsək nəyi itirə bilərik? Mən burada təbii ki, hakimiyyətin özünü qoruma instinktini normal qəbul edirəm. Bunu siz də olsanız, mən də hakimiyyətdə olsam, bunu belə eləyərəm də, başqa necə eləyərəm ki?